Bura Şağandır. Bir tərəfi Mərdəkan, digər yandan Buzovna və Binə qəsəbələri ilə qonşu olan Şağan kəndi Abşeron yarımadasının qədim yaşayış məskənlərindən biridir. Burada hava dəniz qoxuyur. Gözəl, sakit dalğanları insanların ruhuna sakitlik, dinclik bəxş edir. Şağan bu görkəmi, ab-havası ilə ayrı bir ovqat yaradır adamda. Xəzər ləpədöyəninin qırçın ətəkli dalğaları uzaq keçmişin izindən soraq verən sirli bir aləmdir. 32-dən biri qədim Abşeron torpağında yenə keçmişin izini axtarır. Bakının 32 dənə kəndi vardı. Niyə 32? Bəzən müəlliflər belə yazırlar ki, yaxı Bakıda 32 yox, deyək ki, 34 kənd olub, 38 kənd olub, 42 kənd olub, 45 kənd olub. Əslində onlar o sayıların ora gəlib çıxarılması, onlar vaxtı ilə kənd statusunda olan yaşayış məntəqələri deyillər. O kəndlər ki, 6-11-ci əsr, yəni feodalizm devrinin ilkin mərhələsində meydana gəlib, onlar 32 kənd olub. Onlar kənd statusuna malik olublar. Məsələn, deyək ki, Fatmayıdır, deyək ki, misalcı Binədir və digər bir sıra yaşayış Coradildir, yaşayış Qışdağdır, Qoşa Qışdağdır və digər bu kimi yaşayış məntəqələri əslində orta əsrlərin ilk mərhələsində kənd olmayıb, heç yaşayış yeri də olmayıb. Sonralar əhalinin çoxalması, təsərrüfat həyatının genişlənməsi ilə bağlı bu kənddən o kəndə, o kənddən bu kəndə əhali dağılıb və yeni yaşayış məskənləri yaranıb. Ona görə də 32 kənd deyəndə tamaşaçılar bilməlidirlər ki, o 32 kənd Bakının ən qədim statusu olan kəndlər olub. Qala bir müdafiə istehkamı, güvənc yeridir. Qala həm də ulu babalarımızın böyük keçmişdən bizə yadigar qoyub getdikləri ən dəyərli miras, əmanətdir. Bax, bu gördüyümüz qala da Abşeron qalalarının zəncirvari halqasını təşkil edən Şağan qalasıdır. Bu müdafiə qurğuları orta əsrlərdə, xüsusən 11, 12, 13, 14, 15-ci, 16-cı əsrə qədər Abşeron kəndlərinin hər birində qalalar inşa edilmişdir. O cümlədən də bizim Şağan kəndində qala inşa edilib. Lakin Şağan kəndində olan qalanın tarixi 13-cü əsrə aiddir. 13-cü əsrə aid digər bir qala Mərdəkan kəndindedir. Maraqlıdır ki, müəlliflər, 19-cu əsr müəllifləri Berezin olub, şərqşünas professor, çox məşhur professor olub. O 1841-42-ci illərdə zəlzələ olub Abşeronda. O, Rus hökumətinin yardımını götürüb gəlib, həm də alim idi. Bu da tədqiqat işləri aparıb. Qafqaza Səyahət adında yazısında göstərir ki, mən Şağanda da oldum, Mərdəkanda da oldum. Yerli qoca sakinlər danışırlar mənə ki, Şağan qalasından, Mərdəkan qalasından yeraltı yollar vardı. Tarixçi olaraq bildirmək istəyirəm ki, ümumiyyətlə Bakıda olan, Bakı ətrafı yaşayış məntəqələrində olan qalaların hər biri yaxınlığında olan qalalarla, yeraltı yollarla əlaqəli olmuş. Bu qalay bizim qalay, həmişə bizim qalay. Tikmədim özüm qalayam, tikmişəm izim qalay. Tikmişəm izim qalay. Bir vaxtlar bürcündə keşikçilər dayanan qaladan zamana sinə gəlib ayaqda qalan indi gördüyümüz bu mənzərədir. Təsəvvür edin.
12-13-cü əsrlərdə dənizdən gələn təhlükələr qala bürcündə çatılan tonqallarla ətraf qalalara ötürülərdi. Şahan qalasından Mərdəkan qalasına aparan yeraltı yolları düşünürsən və istər-istəməz göz önündə tarix canlanır. Əsrlər boyu qanlı toqquşmalar, yadelli basqınları ilə mübarizə aparan bu yurd yerimiz öz adında qəhrəman Çağan tayfasının adını yaşadır. Şağan kəndi xalis türk mənşəli, əhalisi türk mənşəli olan kəndlərdəndir. Şağan sözünün mənası da demək vaxtı ilə burada yaşamış, demək, Çağan türk tayfasının adı ilə bağlıdır. Çağan türk tayfası 13-cü əsrdə Tatar-Monqolların işğalı dövründə Qafqaza gələn türk tayfalarından olub. Kəndin adı da məhz Çağan tayfası ilə bağlıdır. Yeri gəlmişəm bir məsələni qeyd edeyim ki, Çağan adında, biz indi Şağan deyirik, hərf dəyişməsi vardır. Çağan adında 3 kənd var, üçü də Şamaxıdadır. Birinci Çağan, ikinci Çağan, üçüncü Çağan. Orada Çağan olaraq qalıb, onlar da türk mənşəli əhalidir. Burada isə çığ sözü şığıya çevrilib, olub Şağan. Şağanlıların aşağı məhəllə dediyi yerdə kəndi məscidi yerləşir. Bundan əlavə tarixi 1894-1895-ci illərə təsadüf edilən mədrəsədən də söhbət gedir ki, böyük ehtimalla o da məscidin himayəsində fəaliyyət göstərib. Bizim bu Şağan məscidi Bakının ən qədim tarixi abidələrindən biri hesab olunur. Bütün tarixi abidələrin kitabəsi olduğu kimi bizim bu Şağan məscidinin də öz kitabəsi var. Və kitabə 2 hissədən ibarətdir. Yuxarı kitabədə Allah, Muhammed, Əli, Fatimə, Həsən və Hüseyn yazıları ilə əksini tapıb, aşağı kitabənin 1-ci hissəsində Qur'an-ı Kərimdən ayələr yazılıb. Ayə bundan ibarətdir ki, İnnəmə yə'muru məsəcidəllah mən əmənə billəh və yevməl axər. Məscidi o insanlar abad eləyə bilər ki, Allaha və axirət gününə imanı var. Amma aşağı lövhəsində yazılıb ki, bu məscid vəqf olunur bu yerə, Şağan qəsəbəsinə Nəsrullah bəy Şahani tərəfindən. Və Ramazan ayının 19-unda təməli qoyulub bu məscid. 14-cü əsrə təsadüf olunur bu məscid. Çox qədimi bir məsciddir. 1994-cü ildə dövlət tərəfindən bərpa olunub və Mədəniyyət Nazirliyi tərəfindən bu gün də bizim məscid qorunub, saxlanılır. Allah ruhun şad eləsin, Hamlet Xanzadə bu Şağan kəndindən olub və onun təşəbbüsü ilə 7 oğul istərən filminin axırıncı sujeti Gəray bəylə sujeti həmən bu məscidin o vaxt Sovetlər dönəmində sökülmüş, uçulmuş vaxtında çəkilib. Və o filmdən sujetlər də var və bu da bir tarixdə olan bir sübutdur. Bizim məscidin minarəsi qəsəbə sakinləri tərəfindən, qəsəbə sakinlərinin təşəbbüsü ilə həmən o minarə tikilib və məscidimizə bir əlavə bir gözəllik olunub. Odur ki, bugün də biz bu tarixi abidəni qoruyub saxlayırıq və onun təmirində, onun bərpasında bugün də bütün həm qəsəbə sakinləri, həm dövlət tərəfindən, həm bələdiyyə tərəfindən bütün hamı yekdilliklə öz təşəbbüsümüzü göstərir ki, bizim bu tarixi bir abidədir. Və mən həmişə arzu eləyərdim ki, tarixi abidələrimizi qoruyaq, saxlayaq və onlar bizim tarixi bir mirasımızdır.
Təkcə Şağanda deyil, adı ətraf Bakı kəndlərində də məşhur olan Qərib Pir. 1658-ci ildə inşa olunan pir el arasında sınıqlı ziyarət ocağı kimi tanınsa da onun üzərindəki kitabənin oxunması çox da asan olmuyor. Uzun axtarışların nəticəsi müstəqillik illərində bəhrə verib. Akademik Məşədi xanım Nemətovun böyük səy nəticəsində Qərib Pirdə övliyanın kimliyi aşkar edilib. Şahan kəndimiz qədim kəndlərdən biridir. Təxminən mənim bildiyimə görə 3000 ilə yaxın tarixi var. Əvvəl kiçik olub ərazisi, daha doğrusu insanların yaşayış yeri kiçik olub, qalanın ətrafında olub. Sonradan yavaş-yavaş kənd böyüyüb, əhali çoxalıb, ərazi də böyüyüb. Hər bir Şağanlının keçən əsrin əvvəlində 3-4 yerdə torpaq sahəsi olub. Müxtəlif cür təsərrüfatla məşğul olublar. Taxılçılıqla, malçılıqla, zəfərançılıqla və s. Vaxtilə kəndimizin yuxarı hissəsində, daha doğrusu əvvəllər orada kolxoz təsərrüfatı vardı. Orada qədim bir pir yerləşirdi. O pirin adına Qərib Pir deyirdilər. Deyilənə görə kimsə olub, kimsəsiz bir insan orada dəfn olunub. Ancaq o yer o qədər rahat yerdir ki, insanlar ora ziyarətə gedirdilər və rahatlıq tapırdılar. Çox gözəl bir yerdə yerləşirdi. Yəni kəndin yuxarı hissəsində, hündür bir yerdə. Havası da çox gözəldir. İnsanlar ora ziyarətə gedirdi, bəziləri hətta şəfa da tapırdı. Mən uşaq olan vaxtı nənəmlə orada olmuşam, o qəbri də görmüşəm. İndi orada böyük tikinti işləri aparılıb, nəticədə böyük bir ziyarət yeri açılıb. Şağanın köhnə bakılıların təbirincə desək, Gilavar Əli deyilən bir yerindəyik. Kub şəkilli bu türbə heç kimə qalmayan dünyanın acı həqiqətini bəyan edir. İçərisi insan kəlləsi və sümükləri ilə dolu olan bu abidə açıq hava ilə təmasda olan son mənzilə axirət evinə bənzəyir sanki. Bu yerdə Məhsətinin rübaisi yada düşür. Dün kaşı küzəmi daşlara çaldım, sərxoşdum, bilmədim əlimdən saldım. Küzə dilə gəlib dedi ki, mən də sənin kimi idim. Bugünə qaldım. Torpaqdan cilalanan küzə bir insanmış məyər. Gördüyünüz bu türbə, bu abidə 14-cü əsrə aiddir. Bizim eranın 14-cü əsrində, yəni dəqiq desək 1321-ci illərdə inşa olunmuşdur. Özü də bu Bakının 3 kəndində, 3 yaşayış məntəqəsində olan xristiyan abidələrindən biri də məhz bu Şahan abidəsidir. Qubalı deyərlər. Cəmaatımız buna Qubalı deyirlər. Mən araşdırmışam, bu Qubalı sözünün mənası kupolo sözündəndir. Rusca kupolo sözü yoxdur, onu yerli ləhcədə Qubalı deyiblər. İndiyə qədər də xalqımız, cəmaatımız, kənd əhalimiz bura Qubalı deyirlər. Bir vaxtlar kəndin Banağan adlanan hissəsində aparılan arxeoloji tədqiqatlar Tunc dövrünə aid müxtəlif qayaüstü təsvirləri aşkara çıxardı. Günəş və ay təsvirləri Odlar yurdunun Günəş ölkəsinin heyrətamiz mədəni keçmişindən xəbər verirdi. Qədim Abşeron torpağının əzəli sakinləri bu yerlərdə silinməz izlər qoymuşdular. Bunun yanında bir Deşikdaş adlı inamgah var. Bax, indi tamaşaçılar görə bilər. Deşikdaş vaxtilə o el adət ənənələrinə görə uşaqlar çilləyə düşə bilərlər. Qırxı çıxmamış uşaqların üstünə kənardan adam gələrdisə, uşaq xəstələnərdi. Ona çillə deyərlər, 40 günlük çillə deyərlər. Və uşaq o müddətdə xəstələnəndə mütləq gətirərdilər buradan, bu deşikdaşdan keçirərdilər. Burada bir Dünya xanım arvad var idi, yaşlı qadın idi. O, bu işi əlindən gəlirdi. Mən o qadını da görmüşəm, onun o deşikdaşdan çiləyə düşən uşağı hansı qaydada keçirməsini də mən burada görmüşəm. Uşağı buradan alardı, o yandan verərdi anasına. O yandan alardı, bu yandan verərdi anasına. Belə bir deyimlə sözünü
yekunlaşdırardı ki, al uşağı, ver uşağı, tarı saxlasın bu uşağı və bu sözlərdən sonra bir yumurta çırpardı qayanın üstünə və uşağı verərdi anasına ki, götür apar. Uşaq da oradan da inama görə, xalqın inamları müəyyən mümbit əsaslara söykənirdi. Elə belə deyildi. Ona görə də uşaq bu keçiddən, bu Sirlə keçidindən keçəndən sonra uşaq sözün əsl mənasında sağaladı. Şağanda vaxtilə 6 qəbristanlıq olub. Həmin qəbristanlıqlardan aşkar edilən Sərdabə qəbirlərin sayı isə 40-a yaxındır. Bu sərdabələrə el arasında əmanət qəbirlər deyirlər. Gördüyümüz bu Məzəristan da Şağanın ən köhnə qəbristanlıqlarından biridir. Burada o amanət qəbirlər vardır, sərdabələr deyərlər ona. Mənim saydığıma görə 40-a yaxın burada sərdabə vardır. Bax, bu tərəfdə, bu Güncxan tərəfə yaxın yerdə. Ən azı burada 200-250 il tarixi olan qəbirlər müəyyənləşdirmişik. Sonra indi bu müasir qəbirlər, yox keçmiş qəbirlər, o insanlarımız özlərini böyük, hündürboy, deməli, olduğu kimi qəbirləri də, onların əli baxıb görürsə, iri qəbirlər vardı. Qəbristanlıq 2 hissədən ibarətdir bu qəbristanlıq. 1945-ci ildə yaşlı adamlar danışır ki, böyük bir sel oldu, yağış seli gəldi. Axdı getdi belə, aşağıdır da buradan da. Qəbristanlığı 2 yerə böldü. Bir hissəsi buradır, bir hissəsi də bax, aradan asfalt var, o tərəfdə qalıb. Bir qəbristanlıq, az 2 yerə bölünür. Binəy qədimdən Şairlər Məclisi, ariflər söhbəti qurulan Bakı kəndləri arasında Şağanın da öz yeri, öz nüfuzu olub. Burada hörmətli kişilər bir-birini necə deyərlər bir işarədən başa düşüb anlayıblar. Şair demiş, heç kəs qanmaz bu dünyanın işini. Biri köçər, biri qonar, ariflər. Elə ustad xanəndə Qəzəlxan şair Aqil Məlikovla da Şağanın irəli gələn söz sənət adamları haqqında söhbət elədik. Şağan kəndi əhalisinin az olmasına, kiçik kəndlərdən hesab olunmasına baxmayaraq, buradan çox görkəmli insanlar, ziyalılar, alimlər, şairlər, musiqiçilər olub Şağan kəndində. Məsələn, Hacıbəy Sultanov vardı, akademikdir, astronomdur. Şamaxı rəsədxanasının əsasını qoyan adamlardan biridir. Orada da o direktor işləyir uzun illər. Sonra Həbib Məmmədbəyli vardı, Fizika İnstitutunun direktoru idi. Şamil Məmmədbəyli vardı, onun qardaşı. Bakı Dövlət Universitetində Tarix Fakültəsinin dekanı idi belə. Çox böyük hörmətli kişi idi. Bəbir Məmmədzadə olub, onu mən görməmişəm. Şair. 29 yaşında rəhmətə gedib. Amma o az yaşında artıq o dərəcəyəcən yüksəlib ki, gəlib o vaxtki yazıçılar ittifaqında Səməd Vurğunun, Məmməd Seyid Ordubadinin, nə bilim Mehdi Hüseynin, Süleyman Rüstəmin üzvü olduğu yazıçılar ittifaqında hətta folklor şöbəsinin rəhbəri kimi bir vəzifəyə də yüksəlib. Ürək Sözləri adında bir kitabı qalıb onun o vaxtdan. Bəhruz Zeynalov vardı, əməkdar artist, musiqisi, balaban ustası idi Azərbaycanda, birinci idi vaxtı ikən o. Sonra Hamlet Xanızadə aktyor kimi onu bütün Azərbaycan tanıyır. Adil Gəray var idi, Adil Gəray müəllim deyərdilər ona. Asif Zeynallı'da dərs deyirdi, biraz cavan rəhmətə getdi. O da əməkdar artist idi. Böyük bəstəkar idi, çox böyük bəstəkar idi. Bir də o çox böyük müəllim idi. İndi də indiki nəsil, yaşlı nəsil tartışılanlar var. Məsələn, Ağasəlim Abdullayev var, Möhlət Müslümov var. Bunlar ondan dərs alıblar. Davud Məmmədbəyli Moskva konservatoriyasının hələ orada yaşadı da. Tuğyan Məlikov SSR-də tanınmış göz həkimlərindən biri idi. Bütün SSR-i miqyasında çox tanınmış göz həkimlərindən biri idi. Hamısı Şağanın fəxri olan adamlardılar. Şağan Mədəniyyət Evi yeni binada yerləşir. Ümumiyyətlə, qəsəbədə gənclər, yeniyetmələr üçün gözəl şərait yaradılır.
Olimpiya İdman Kompleksi yanında stadion idman həvəskarları üçün sözün əsl mənasında əsl meydandır. Yay günlərində Mədəniyyət Evinin yaradıcılıq studiyası rəsm və musiqi, eləcə də bədii qiraətlə məşğul olan uşaqlara qucaq açıb. Ustad söhbətləri isə böyüməkdə olan gənc nəsil üçün ələ düşməz bir fürsətdir. Şağan kəndində hər kəsin tanıdığı bir məkan da var. Bura muzeydir, amma bildiyimiz, tanıdığımız muzeylərə bənzəməyən fərqli bir yerdir. Şəxsi həyətdə yerləşən muzey 3 otaqlı kənd evində yerləşir. Nə üçün və niyəsini isə sahibindən öyrənək. Əslində bu muzeyin yaradılmasında məqsəd və özək təbii ki, Şağan olub. Şağana olan sevgim, Şağana olan məhəbbətim, deyir hər şey vətənə sevgi evin kəndarından başlayıb. Mənim bu kolleksiyaya, ümumiyyətlə vətənə, Şağana, Bakıya, Azərbaycana olan bağlılığım evimdən başladı. Mənim rəhmətli nənəm həmişə öz keçmişi haqqında, qohumları haqqında, əzizləri haqqında danışanda çox maraqlı əhvalatlar, söhbətlər, sözlər deyirdi və onlar mənə bu kolleksiyaları toplamağa sövq elədi, həvəs yaratdı və daha sonra gördüyümüz bu muzey elə Şağanda da yarandı. Və burada ilk eksponatlarım da demək olar ki, ailə yadigarları üzərindən başladı toplanmağa və həm nənəmin, atamın, dayılarının və s. Və bu kolleksiyalar daha sonra Şağanın görkəmli insanlarının Hamlet Xanzadə, Bəhruz Zeynalov, Adil Gəray və digər bu kimi görkəmli insanların şəxsi eksponatlarını toplamaqla, həmən eksponatların bazasında digər eksponatları toplamaqla 15 minə yaxın artıq eksponat bazasına sahib olan bir muzey təsis etdik. Zaman keçir. Dəyişən dünyada insanlardan və vaxtdan geriyə əşyalar, sənət əsərləri qalır. Bu, insan ömrünün sərmayəsidir. Yadigar qoymasa hər gəlib gedən, təbiət viranə bir bağa bənzər. Dünya yol üstündə mehmanxanaya, insan gəldi gedər, qonağa bənzər. 32-dən birində yeni ünvanda görüşənədək.